Almaniya Xarici İşlər Nazirliyinin nümayəndələri ilə Cənubi Azərbaycan heyətinin görüşü. Bu görüşdə Azərbaycan Demokrat Partiyası, Azərbaycan Mərkəz Partiyası, Güney Azərbaycan Demokrat Partiyası, Güney Azərbaycan İstiqlal Partiyası və Azərbaycan Öyrənci Hərəkatının üzvlərindən ibarət nümayəndə heyəti Azərbaycan millətini təmsil edərək iştirak etmiş, həmçinin Almaniya Xarici İşlər Nazirliyinin İran şöbəsinin nümayəndələri də toplantıda yer almışdı. Görüşün əvvəlində partiya nümayəndələri çıxış edərək vurğulamışlar ki, Cənubi Azərbaycan və ümumilikdə türklər İran əhalisinin əhəmiyyətli bir hissəsini təşkil edir və təxminən 40%-dən çox olduğu hesab olunur. Onlar qeyd etmişlər ki, digər qeyri-fars millətlərlə əməkdaşlıq edərək İran rejiminə alternativ yarada, ölkədə və regionda demokratiya, sülh və sabitliyi təmin edə bilərlər. Həmçinin bildirmişlər ki, Azərbaycanlılar İran əhalisinin mühüm hissəsi olmasına baxmayaraq, təəssüf ki, Avropanın siyasi müzakirələrində yetərincə nəzərə alınmırlar. Azərbaycan nümayəndələri bu vəziyyəti tənqid edərək, cənab Falkdan xahiş etmişlər ki, Cənubi Azərbaycanın səsinin Avropa İttifaqında eşidilməsi üçün dəstək versin və Avropa dairələri Azərbaycan və digər qeyri-fars millətlərin səsini eşidərək İranın siyasi vəziyyəti barədə daha dəqiq məlumat əldə edə bilsinlər. Görüşdə eyni zamanda bu toplantı ilə eyni vaxtda təsadüf edən Rza Pəhləvinin Almaniyada olması etirazla qarşılanmış və vurğulanmışdır ki, Azərbaycan xalqı Pəhləvi diktaturasını qəbul etməyəcək. Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi Rza Pəhləvinin rəsmi dövlət dəvəti ilə gəldiyini təqzib edərək bildirmişdir ki, o, Almaniya parlamentinin zallarından birində partiyalardan birinin nümayəndəsinin dəvəti ilə iştirak etmişdir. Təxminən 1 saat yarım davam edən müzakirələr və çoxsaylı sual-cavablardan sonra Güney Azərbaycan heyəti və Almaniya Xarici İşlər Nazirliyinin nümayəndələri gələcəkdə əlaqələrin və ortaq dialoqun davam etdirilməsinin vacibliyini vurğulamışlar. Məqsəd İranda yaşayan azərbaycanlılara dair məsələlər və regional proseslər barədə qarşılıqlı fikir mübadiləsi aparmaqdır. Görüşdə iştirak edən Azərbaycan heyəti: Xanım Münirə Bilgin, Güney Azərbaycan Demokrat Partiyası; Cənab Səməd Fərtaş, Güney Azərbaycan İstiqlal Partiyası; Cənab Məhəmməd Şahin, Azərbaycan Mərkəz Partiyası; Cənab Fərhad Məcidzadə, Azərbaycan Demokrat Partiyası; Cənab Səccad Manafı, Azərbaycan Öyrənci Hərəkatı. Sonda cənab Martin Folkun səmimi və isti qarşılamasına görə təşəkkür edilmiş və görüş başa çatmışdı. 23 aprel 2026